Mən Selcan Süleymanlı, Türkiyə Diyanət Vəqfi Bakı Türk Liseyinin 11-ci sinif şagirdiyəm. Bu il dünya sıralamasında ikinci olan Imperial College London Universitetindən qəbul almışam. Məktəb illərim boyunca Respublika Fənn Olimpiadalarında fizika fənni üzrə 1 bürünc, 2 qızıl medal, Azərbaycan Astronomiya Olimpiadasında 1 bürünc və 1 qızıl medal əldə etmişəm. Bununla yanaşı 10-cu sinifdəykən Avropa Fizika Olimpiadasının iştirakçısı olmuşam. Ümumiyyətlə, fizika və kimya elminə olan marağıma görə material elmləri və mühəndisliyini gələcək ixtisasım kimi bir neçə il öncədən də seçmiş olsam da, daha sonra nüvə mühəndisliyinin gələcəkdəki potensialına əsasən bu iki ixtisası birdən üstündə çalışmaq qərarını aldım və Imperial College Londonda yeganə universitetlərdəndir ki, bu iki ixtisası birdən oxumaq imkanı verir. Gələcəkdə isə yarımkeçircilər və nüvə materialları üzrə ixtisaslaşmağı planlayıram.